Əvəzkarlar Liqasının B qrupunda növbəti turun çərçivəsində Məhəllə Uşaqları komandası Universal Futbol Akademiyasını qəbul edir. Oyun Abşeron Olimpik İdman kompleksində keçirilir. İndi isə ilk topa zərbəni Universal komandasının futbolçuları yeni yetirəcək. Hər iki komandaya uğurlar arzulayıram. Bol qollu bir maç izləmək adıyla hakim start fitini işarəsini verir. Bəli, saatına baxır, son tamamlanma işlərinə. Bəli, işarəsini verdi. Oyuna start verildi. Universal komandası mərkəzdən topu meydana daxil edir. Elə ilk zərbəni qapıya doğru ötürməni qapçı yerində. Sağ cinahdan Familin mərkəzə doğru ötürmə. Kamran qapçı ilə təkbətək çıxa bilərdi. Qapçı önə çıxdı. İlk dəqiqələrdə Məhəllə Uşaqları komandası təcrübəsini işə salaraq təhlükəli vəziyyəti göstərdi. Universal komandası müdafiədən oyunu qurmağa hazırlaşır. Dinamo Bakı klubunun baş məşqçisi İsmail Vakili də stadionda bu oyunu izləmək üçün gəlib. Dinamo Bakı futbol klubunun baş məşqçisini uğurlar arzulayırıq. Dinamo Bakı komandası sonuncu turda məhz güclü Şirvan üzərində böyük hesablı qələbə qazandı. Növbəti turda onların rəqibləri Qaradağ Lökbatan olacaq. Bu oyunda da onlara uğurlar arzu edirik. Sayılıb seçilən Cənubi Azərbaycanlı baş məşqçi məhz Dinamo Bakının uğurları üçün çalışır. İndi isə Universal komandasının küncdən zərbəsi qeydə alınır. Küncdən zərbə effektli deyildi, amma hücum davam edir. Universal komandası gənc futbolçulardan 16, 15, 17 yaş futbolçulardan qurulmuş komandadır. Məhəllə Uşaqları komandası isə təcrübəli qocaman futbolçularla yanaşı, həm də gənc futbolçuların tandemindən yaranmış bir komandadır. Hər iki komanda Azərbaycan futboluna öz töhfəsini verməyə çalışırlar. İlk dəqiqələrdə qarşılıqlı hücumlar özünü göstərir və bir təhlükəli vəziyyət var idi. Həmin təhlükəli vəziyyətdə də qapıya düşə bilmədi Məhəllə Uşaqları komandasının hücumçusu. Yusuf Rufullayev. Aha, top itirdi. Əks hücumda Ufa komandası, Universal komandası Məhəllə Uşaqları komandasını yaxalayıb. Bəli, artıq qapçı ilə təkbətək. Qapıya doğru zərbə, qapçı yerində. Qapçının mövqeyi gözəl idi. Təcrübəsizlik öz sözünü dedi. Kamran offside idi. Bəli, onu elə. Yusuf, təkrar ötürmə, qapıya doğru. Qapçının əks hücumda, növbəti əks hücum. Ağa sərbəst oynadı Ağa. Elçin top ələ keçirir. Mərkəzə doğru ötürmə. Məhəmməd oynadı öz komanda yoldaşı ilə. Kamran sol cinahdan hücumu davam etdirir Məhəllə Uşaqları komandası. Son dəqiqələrdə Yusuf Rufulazadə cinahı dəyişib. Ötürməsi yaxşı alınmamışdı, amma küncdən zərbə. Bəli. Kamran İsmailovun küncdən zərbəsini görürük ki, sol ayaqla qapçının düz üzərinə doğru Məhəmməd akrobatik zərbəyə hazırlaşdı. Qapıya doğru zərbə az fərqlə çölə çıxdı. Məhəllə Uşaqları komandasının qapıya doğru ikinci zərbəsi idi bu. Topu itirdilər. Yaxşı fürsət yaranmışdı Məhəllə Uşaqları komandası üçün. Səfərov Ağa topu yenidən qazanmaq adına mücadiləyə girdi. Ona qarşı sərt oyun. Kamran topa yaxınlaşır. Kamran hakim işarəsini verdi. Mərkəzə doğru qapçı yerində. Qapçı vaxtında topa müdaxilə elədi. Qapısından çıxaraq. Kamrandan gözəl ötürmə. Famil top ələ keçirdi. Səfərov Ağa baxır qapıya doğru yenidən hücumun silahını dəyişdirməli idi. Yusuf
Elçinlə oynadı. Elçin o da geriyə ötürəcək. Bəli, müdafiəyə doğru. İndi isə mərkəzə doğru asma. Məhəmmədə top çatmadı. Müdafiənin arxasına planlaşdırılmış ötürmələri görürük. Kamran topu meydana daxil etməlidir, amma külək də öz sözünü deyir. Bəli, yanında Yusif Rufullayev. Keçən mövsüm Şirvan heyətində, bu mövsüm Bərdədən görmüşük. Qapıya doğru ötürmə, qapçı geri qaytardı. Məhəmməd yetişdi. Məhəmməd topu meydanda saxlamağa bacardı. İndi isə Ufa komandası hücumdan çıxmağa çalışır. Topu ora qədər qaldırmaq, ayağı ora qədər qaldırmaq olmaz. Amma Ağac cəhdi və qurban ötürməsini gözəl etdi Kamran. Bəli, Kamran İsmailov keçən mövsüm Salyan Futbol Klubunda möhtəşəm oyunu və möhtəşəm qolları ilə yadda qalmışdı. Ağa top ələ keçirdi. Oyundan kənar vəziyyət yoxdur hakimin fikrincə, indi isə out. Kamran nə edir? Kamran 3 futbolçu var əhatəsində. Out qazandırır komandasına. Yusif mərkəzə doğru ötürmə, qapçı yerində. Qaydan top. Məhəllə Uşaqları komandasının hücumçularından heç kim yox idi. Yusif top ələ keçirdi. Yusufun ötürməsi Elçin. Elçin arxaya müdafiəçilərə doğru. Mərkəzdə nə edəcək müdafiəçi? Bir hücumçunu keçdi. Divar paslaşması öz yerində. Kamran İsmailov hakim işarəsini verdi. Qapını fikirləşir. Qapıya doğru zərbə. Canlı səthdən geridən qaydan. Yenidən təkrar zərbə olacaqmı? Təkrar zərbə çevirdi sağa. Çox sağa gəldi. Oy 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 oy. Bir dənə gol, bir dənə gol. Kəşfətdəsən. Bir dənə gol kəşfətdəsən. Ay 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 ay. Bəli. Yusuf'un ay ay qapıya doğru zərbə, qapçı barmaqlarıyla topu uzaqlaşdırdı. Daha doğrusu yumruqlarıyla. Kamran topu başla. 13 nömrəli futbolçu aktivdir, ötürməsi mərkəzə ötürməli değildi. Sola ya sağa ötürməliydi topu. Atla pası, atla buna. Yenə ay ay indi isə qapıya doğru zərbə və gol. 0-1 Universal komandası öne keçir. Müdafiəçilərin kobud səhvindən yararlandı gənc futbolçular. Yine qapıya doğru zərbə. Birinci cəhdə alınmasa da ikinci cəhdə müdafiədəki boşluq, müdafiədəki boşluq və bunu cəzalandırdılar. Universal komandası növbəti hücumu, qapıya doğru zərbə, qapçı yerindədir. Qapçı yerindədir. Bəli. Bütün planları alt üst edir Universal komandası. Gücdən zərbə. Universalın sağ cinahından. Görək bu gün zərbəsi nə ilə nəticələnəcək? Gücdən zərbəni yeni yetirir. Qapıya doğru zərbə olacaqmı? Sıyrıldı. Təkrarən. Hakim. Aha, simülyasiya görə sarı verəgən. Ay ay ay, mən bu qolu çəkə bilmədim, üzülürsən. Sən TikTokda onu kəsib atarsan mənə. Məhəmməddən gözəl qol. Hesab bərabərləşir. Bu qol oyunun seyrini dəyişəcək. Gol! Oy 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 oy, gol da çəkdim. Gol. 2-1. Daha da qızışır meydan. Universal 2-1. Birinci hissə sona çatdı. Hesab 2-1, hesab 2-1'dir. Universal Futbol Akademiyası məhəllə uşaqları üzərində qələbə qazanır. Daha doğrusu 1-2. Məhəllə uşaqları komandasının hücumu. Ay. Məhəmməd top itirmişdi. Adaşına doğru gəldi top. Məhəmmədə ötürməsi. Kamran ələ keçirdi topu. Bir dömdə və penaltı. Yoxsa simülyasiya. Hakim simülyasiya deyil. Birinci hissədə Ufa komandasının hücumçusu simülyasiyaya görə sarı vərəqələ cəzalanmışdı. İndi isə Kamran İsmailov. Məhəmməd qapıya doğru zərbə, qapçı gözəl reaksiya verdi. Yaxın məsafədən topa.
Universal komandasının kapitanı 11 nömrəli futbolçusu topu özündə çox saxladı. Yusif ona qarşı oynayır. Bəli, topu kazandırdı Kamran ve Yusif ikilisi. Kamran bakır Yusuf ötürdü. Yusif sol cinahdan merkeze doğru ötürmə, Məhəmmədə doğru. Məhəmməd adaşına ötürmə. O nə edəcək? Müdafiəçi öz yerindeydi. Bəli, out. Kamran İsmailov kapıya doğru zərbə. Gol! Gol! Möhtəşəm goluydu. Kamran İsmailov çevirərək qapçının başı üzərindən möhtəşəm gol vurdu. Vargas hadi. Oy. Serbest zərbəni Məhəllə Uşaqları komandası yerinə yetirəcək. Topun arkasında komandanın kapitanı Kamran İsmailov. İkinci topu gözlə. Geri dönüş olabiləcəkmi? Hakim işarəsini verdi. Kamran kapıya doğru zərbə, qapçı, qarday top. Yerdən vurmaq lazımdı. Top yerdə istiqamətini dəyişdi. Kapıya doğru asmaq. Qaydan top. Əl məncə əl dəymişdi. Bəli. Boşluq axtarır. Kamran İsmailov qapını fikirləşdi. Xeyr. Yusuf ötürdü. Yusuf. Asması ortaya olacaqmı? Çevirdi. Sağa doğru kapıya doğru zərbə. Müdafiəçilərdən geri qaydan top. Küncdən zərbə. Kamran mövqe seçimi yaxşıdır və Kamran artıq bu penaltıdır. Bu penaltıdır. Bu kadar da olmaz. Yusuf öz silahına ilerleyir. Yusuf ne diyecek? Karşısında iki futbolcu var. Birini kesmeye çalıştı ama merkeze doğru ötürme. Kapıya vurmak lazımdı ve gol. Kamran. Geri dönüş elədi Sumqayıtlılar. Geri dönüş elədi. Aferin. 2-1'den 3-2'ye doğru. Ben bunu duymuştum. Bu golü duymuştum. Kamran İsmailov az önce ona verilmeyen penaltı epizodunu əvəzini çıxdı belə deyək. Aferin uşaqlar. Aferin Sumqayıt futbol məktəbi. Kapıya doğru zərbə. Bu da gol. Oy. Mehmet. Oy. Bu neydi? Kamranın uzaktan zərbəsi Mehmet'in direğinden qaydan topu. Bu ne şov gösterdiler. Bu gol olsaydı. Heyif. Güzel bir kadrlar çəkmişəm əziz izləyicilər. Sizinle paylaşacağım. Bu ne hareketlerdi. Kamran güzel. Kamran Elçin'le oynadı. O da divar paslaştırması. Kamran kapıya doğru zərbə. Qaydan top. Bunu vur artık. Mehmet. Kamran İsmailov yeniden hücumdadır. Bir müdafiəçini keçdi. Ötürməsi. Kapıya Yusuf. Kapçı. Yusuf. Hesab 4-2. Sumqayıtlıların xeyrinədir. Hücumların arası kəsilmir. 5 olmalıdır. Bəli, Sumqayıtlıların hücumu devam edir. Kamran artıq cinahda şov göstərir. Kapıya doğru ötürmə. Vur cavan oğlan, vur. Hala. Uçaksız yazarsın. Ay, aferin. Ve bu da son. Artıq Məhəllə Uşaqları komandası aktivini 3 xalda əlavə edib 6 xala çatdırdı və top fərqi 8-2, 5-2 oyun bu hesabla sonuçlandı. 5-2. Bəli. 2-1'den geri dönüş eden Məhəllə Uşaqları komandası möhtəşəm oyun sərgilədi. Xüsusilə komandanın kapitanı Kamran İsmailov 2 gol ve 2 asist ve Yusuf da cinahda möhtəşəm oynayırdı. Bütün komanda uşaqlar. İndi çempionat yeni başlayıb daha da birbirlerine uyğunlaşacaq və inanırıq ki, bu komanda finala qədər gedəcək. Keçən mövsümdə olduğu kimi hər iki komandanın baş məşqçisi təbriklərini bir-birinə
gözəl oyun münasibətilə çatdırırlar. İzləməyə davam edin, xüsusi olaraq Azərbaycan liqaları səhifəsi üçün. Siz də səhifəmi izləyin, yorum yazın, like edin. Təşəkkürlər.